Xoş gördük əziz dinləyicilər. Bilirsiniz ki, 23 üçün Londonda keçiriləcək Ukrayna ilə bağlı bir görüş vardı. Amerikada iştirak edəcəkdi, Avropa Birliyi də iştirak edəcəkdi və Ukrayna iştirak edəcəkdi. Və bilirsiniz, burada açıqlamalar vardı, çox axmaqcasına açıqlamalar vardı ki, düzdür, bunu Trump Avropa mediası biraz da şişirtdi. Güya ki, Trump deyir ki, bilirsiniz, siz Krımı tanıyın və tanımasaz biz orada iştirak eləməyəcəyik, Krımı tanımaq vacibdir filan. Əslində bu formada da demədi, amma Amerikanın bilirsiniz ki, indiyənə qədər və yaxud da başqa dövlətlərin də indiyənə qədər sülh prosesi üçün ortaya çıxartdıqları bəzi planlar var və bu planlar burada müzakirə olunacaqdır. Və belə bir şəraitdə Ukrayna prezidenti çox gözəl bir gediş etdi və gedişdə də açıqlama verdi ki, Ukraynanın hər hansı bir torpağının və yaxud da ki, Krımın Rusiyanın torpağı kimi tanınması mümkün deyil. Belə bir qərar olmayacaq və bundan istifadə edən, bunu eşidən Amerika nümayəndələri Marco Rubio və Bitson artıq London samitinə gəlməməyi qərar aldılar. Və açıqlamalar da bu oldu. Bu çox vacib açıqlamadır. Vacib açıqlama da ondan ibarət idi ki, Amerika tərəfi bildirdi ki, biz belə getsə, ümumiyyətlə daha bu sülh prosesində iştirak eləməyəcəyik. Əvvəla iştirak etməyəcək, nə gözəl, daha iştirak etməyə ehtiyac yoxdur. Artıq 24 saat keçib, 100 gün gedib və doğrudan da Trumpın siması ortadan qalxıb. Bu ən çox, ən böyük ziyanı kimə verir? Əlbəttə Rusiyaya verir. Bu günləri müəyyən mənada Rusiya üçün Amerika o cəbhədə rol oynayırdı və Amerikanın da burada iştirak etməməsi əlbəttə ən böyük zərbəni Rusiyaya vurur. Artıq Rusiya birbaşa Ukrayna və Avropa Birliyi ilə üzbəüz qalır. Və Zelenskinin açıqlamasından sonra Avropa Birliyi də çox sakit, çox təmkinlə bildirdi ki, bəli, heç kəs Krımı Rusiyanın ərazisi kimi tanımayacaq, biz də bunu tanımırıq. Bu Ukraynanın biləcəyi işdir. Ukrayna öz suverenliyini təmin edir və bu formada çox gözəl və təmkinli surətdə açıqlamalar verdi. Amma biz bu günləri Amerikada doğrudan da o səbirsizliyin şahidi olduq. Doğrudan da Amerikada Trump hakimiyyəti özünə çox ağır bir zərbə vurub. Artıq körpə uşaq kimi hərəkətlər edir. Bunu yadınızdan saxlayın ki, artıq Amerikanın Ukraynaya təsir imkanları həddindən artıq azalıb. Artıq bu imkanları Trumpdan sonra Avropa Birliyi həyata keçirdir. Və Avropa Birliyi böyük bir gücdür. Bunun üçün də Ukraynaya hər hansı bir təzyiq etməyə, təsir etməyə imkanları Amerikanın artıq sıfıra bərabərdir. Artıq sıfıra yaxınlaşır. Sadəcə olaraq böyük siyasət dühaları olan Avropa həmişə Amerikanı öz tərəfində saxlamaq və bəlkə nə vaxt ki başa düşərlər deyə öz tərəfində saxlamaq istəyir. Amma bugün Amerika özü də uduzduğunu görür və görəcək. Mümkün deyil. Çünki Amerikanın apardığı siyasət, istər Rusiyaya qarşı, istər Çinə qarşı apardığı siyasət Avropasız mümkün deyil və Avropada bunu gözəl şəkildə onların başına vura-vura başa salır ki, mənim əzizim, Ukrayna və Avropanın təhlükəsizliyi məsələsinin üzərindən keçməklə siz dünyada heç nə əldə edə bilməyəcəksiniz. Avropa yerindədir və təmkini də yerindədir. Sadəcə olaraq demək istədiyim məqam ondan ibarətdir ki, biz daha bu sülhdə iştirak etmək istəməyəcəyi açıqlamaları iki məna verə bilər. İki məna əsasən bundan ibarət ki, bu hiylə ola bilər. Dostlar, əlbəttə ki, hiylə ola bilər. Çünki siyasətdə bu mümkündür. Trump hakimiyyətinin 180 dərəcə dəyişdiyinin biz hər an şahid olmuşuq. Amma bu təzyiq həm də Rusiyaya qarşı aparılan təzyiqdir. Əslinə qalsa. Artıq burada Amerikada həm Rusiyaya göstərir, həm dünyaya da göstərir, həm Amerika özü öz ictimaiyyəti içində pis vəziyyətdə düşdü ki, biz Ukraynaya təsir eləyə bilmirik. Ukraynaya təzyiq rıçaqları ölüb. Və bunu da Rusiyaya mesaj verdi ki, baxın, alınmır, biz Ukraynaya təsir eləyə bilmirik və biz prosesdən çəkildikdə siz tək qalacaqsınız. Və bu mənada Rusiyaya təsiri çox ciddi anlam daşıyır və Rusiyada yəqin ki, çox ağır vəziyyətdədir ki, əgər bu prosesdən Amerika qırağa çəkilmiş olsa, bu ona sərf eləmir. İkinci bir məsələ, biz ki, Ukraynanın Vladimira vurduğu böyük bir zərbə vardı və bu günlərdə artıq Kiyevə, Rusiyada bunun cavabını Kiyevə ötürmüş oldu. Bu cavab Kiyevə balistik raketlərlə zərbə vurdu. Bu iki məna verir. Birinci, Vladimirdə yerləşən ambara vurulan zərbənin cavabı. İkinci də ki, məhz bu London proseslərində ki, müəyyən balistik raketlərlə cavab verməyə çalışır ki, yenidən bəlkə Amerikanı prosesə qaytarmaq istədi. Yenidən Amerikanın əlinə bir şans verir ki, bax görürsən, vurur, dağıdır, Rusiyaya güc gəlmək mümkündür. Amma bunu yaddan çıxartmayın ki, bugün Rusiya ilə
Ukraynanın balansı demək olar ki, eynidir. Heç kəsin üstünlüyü yoxdur. Heç kəsin üstünlüyü yoxdur. Hansı tərəfə bir üstünlük verərsə, o tərəfdə qalib gələcək və mən düşünürəm ki, Ukraynanın məğlubiyyəti mümkün deyil. Təşəkkür edirəm.